Salam əzizləyicilər, bugünkü avtomobilimiz 2005-ci ilin panoramasıdır. W211 gövdəsində. Belə bir xəta kodu var. Compound steering angle sensor is defective. Steering angle sensor has overflow. Yəni burada xəta kodu nə deyir? Avtomobildə dönmə bucağında problem var. İndi biz dönmə bucağını açacağıq və sizə göstərəcəyik. Əzizləyicilər, bu bizim İmam ustadı açıbdır. Gənc olmasına baxmayaraq bunu burada indi açıbdır. Düz 30 durubdur. Yəni dönmə bucağını təmizləyibdir. Bu oxuyucu belə deyək diskdir. Bunun altında belə bir oxuyucu disk var. Belə bir. Bu ölxanadan alınıbdır, amma burasında belə qarmağı yoxdur ki, bu halqaların içində gedib gəlsin. İmam usta bunun ikisindən birini yığdı. İndi avtomobilə quraşdırıb xəta kodlarına baxacaq. Cihazlar panelində heç bir işıq yanmır. İndi sükanı döndürəcəyik. Bir-iki dəfə belə fırlayan kimi, bir dəfə hətta fırlayan kimi orada xəta kodu gəlirdi. İndi kompüteri salacaq yerinə. Arxaya. Bir də xəta kodlarını oxuyacaq. Heç bir xəta kodu yoxdur. Deməli, avtomobildə problem sükanın dönmə bucağında idi. Onu da bərpa elədik. Avtomobil qaydasına düşdü. Sizdə də belə bir problem varsa yaxınlaşa bilərsiniz. Diqqətiniz üçün təşəkkürlər.